Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz. Biz bu günlərin gözəl bu kənd həyatında, gözəl payız günlərində sizə qabaqcıl, nümunəvi, təqaüddə olan müəllimləri təqdim edirik. Bu müəllimlər hansı rayondandır? Göyçay rayonunun Alpod kəndində. Bəli, mən Vüsal Kəlbəcəri dəfələrlə gözəl çəkişlərdə olmuşam. Bu günlərim gözəl anamızı, gözəl ağsaqqalı, gözəl abisəyi sizlərə təqdim edirəm. Həm də qabaqcıl və nümunəvi müəllimləri. Təqaüddə olan müəllimləri. Müəllim adınız, soyadınız? Cəfər İbrahim Bayramoğlu. Neçə il təhsil sahəsində çalışmısınız? 43 il. Hansını tədris eləmisiniz? İngilis dili. Və işlədiyiniz müddətdə biz bilirik ki, qabaqcıl və nümunəvi müəllim olmusunuz. Və 43 ildə azı neçə yaşınız var? Hazırda 74. Ay maşallah. Yubiləyə gəlmişik də. Gələn il inşallah 75 olur. Elə qarşıdan gələn 75 ilinizi təbrik edirəm inşallah. Çox sağ olun, var olun. Allah ömür versin. Və sizin adınız, soyadınız? Cəfərova Tənzilə Ağaçev qızı. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışmısınız? 43, İndi hal-hazırda neçə yaşınız var? 67. Çox gözəl. Və o cümlədən də hansı fən tədris eləmisiniz? Tarixi, Bakı Dövlət Universitetinin Tarix Fakültəsi. Ay maşallah. Tarix fənni və siz hansı fən müəllimi idiniz? Mən İngilis. İngilis dili. Və İngilis dilində şagirdlərə aşılayan müəllimlər. 22 il məktəb direktoru zavut işləyir. Dərsdə müdür işləyir. Dərsdə müdür. Müəllim. Tədrislərdə müəllim işləyir. 78-ci ildən 88-ci ildə tədris işləri üzrə direktor müavini. Bəli. Sonra 5 il direktor, sonra yenə İngilis dili müəllim işləmişəm ömrümdə. Ay, müəllim çox Təqaüdə getdim. uzun müasir yola salır. Və müəllimə uzun ömür can sağlığı arzu edirik. Müəllim həm də gözəl atadır, gözəl babadır. Müəllimin çoxlu sayda hər iki müəllimin tələbələri var. Yetirmələrinizdən hansı sahədə olanlar var təxminən müəllim? Öz ixtisasım sayəsində, tarix sayəsində, hüquq sayəsində, sonra tibb, həkim olanları var. Sizin çiçəyə müəllimlər varmı? Bəli, işləyən öz qızım da hal-hazırda tarix müəllimi işləyir. Adı nədir qızınızın? Cəfərova Çinarə İbrahim. Neçə övladınız var? Mənim 3 evladım var. Bir Allah oğlum, 2 qızım. Allah saxlasın. Allah sağ Və neçə nəvəniz var? 4 dənə nəvəm var. Adları nədir nəvələrinizin? İlkin, Bəli. Fatimə, Ruhin, Mələk. Çox gözəl. Çəkişimiz vasitəsilə onların hər birinə can sağlığı arzu edirik. Çox sağ olun. 2025-ci il 12 noyabr tarixidir. Bu kadrlara 10 il, 20 il, 30 il sonra baxanda hər biri müəllimləri, hər iki müəllim gözəl xatırlasınlar. Çünki gözəl ağsaqqal, gözəl abirsə, gözəl ana və gözəl atadırlar. Gözəl nənə, gözəl babadılar. Bəli, mən Vüsal Kəlbəcərdə bu müəllimləri sizlərə təqdim elədim. Bəli, bu kadrlara baxanda çoxlu sayda müəllim şagirdləri, tələbələr də müəllim haqqında gözəl sözlər bildirəcəkdir. Kadrlara baxan insanlar, atalarına, analarına dəyər verən insanlar bizlərlə əlaqə qura bilərlər. Onların da ataları, anaları əgər təqaüddədirsə, biz onlarla gəlib gözəl çəkilişlər edə bilərik. Hətta övladları qabaqcıl və nümunəvi şagird olanlar da bizlərlə əlaqə qura bilərlər. Biz onlarla əlaqə saxlaya bilərik. Sizə dərin təşəkkürümü edirəm. Çox sağ olun. Allah təala sizə can sağlığı versin. Çox sağ olun, xoş gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Hər zaman istəsəniz gələ bilərsiniz. Təşəkkürlər. Sizə də təşəkkür edirəm. Çox sağ ol, çox sağ ol.